gün çox qəşəng mövzumuz var. Uşaq böyüdürəm, yoxsa şəxsiyyət yetişdirirəm? Bax, bu iki anlayışın arasındakı fərq nədir? Uşaq böyütmək nədir, şəxsiyyət yetişdirmək nədir? Bu, birbaşa hazırda müasir tərbiyənin əsas hədəflərindən biridir. Valideynin uşağa davranışından asılı olaraq evdə ya uşaq böyüyür, ya şəxsiyyət yetişir. Şuurlu valideyn evdə şəxsiyyət böyüdür. Uşaqlara qarşı davranışında şuurlu valideyndən daha çox şuursuzcasına hərəkət edən valideyn uşaq böyüdür. Gəlin bunları daha detallı və psixoanalitik açaq. Psixoanalitik yanaşmada evdə uşaq böyüyürsə, biz ona sahiblik duyğusu ilə hərəkət edirik. Orada aktual valideynin fikri olur. İyerarxik idarə etmədə yalnız idarə edicinin fikirləri, istəkləri, arzuları nəzərə alınır. Qarşı tərəfin fikri, istəkləri və emosiyaları görməzdən gəlinir və bu zaman yalnız idarəçilik sistemində, yəni iyerarxik sistemdə yuxarının idarəçiliyi ilə aşağıda tabe olan bir varlıq yetişdirilir. Bu varlığın arzuları, istəkləri və ideyaları hamısı yuxarıdakının diktəsi ilə müəyyən olunur. Məsələn, köynək seçəcək, ana qırmızı rəngi sevir. Bu halda köynəyin qırmızı rəngdə olması əsas götürülür və uşaq qırmızı rəngli köynək geyinir. O köynək onun xoşuna gəlməsin. Biz bu dediyiniz sistemə hansı yaşdan başlamalıyıq? Ümumiyyətlə, hətta qədim məsnəvi hekayələrində, sonra nağıllarda uşağın tərbiyəsini beşikdə, bəzən isə ana bətnindən başladığını deyilir. Biz ona riayət edə bilməyəcəyik də, çünki uşaqlarımız maşallah qaynama doğulurlar doğulandan və bizim ana instinktimiz avtomatik düşürüşə ki, aman gündə mən uşağa qoymayım da, o onu istəyir, nə olsun istəyir, o onun ziyanınadır. O formada yanaşırıq biz uşağa. Haradan qıraq onu? Bu məsələdə əsas məsələ şuurlu valideyn obrazını, rolunu seçib, valideynin uşaq tərbiyəsində valideynin gözləntiləri, ehtiyacları və qorxuları üzərindən yox, qarşı tərəfin ehtiyacları ilə hərəkət etmək. İndi gəlin baxaq, qarşı tərəfin ehtiyacları necə olacaq? Qarşı tərəfin ehtiyacları zaman indi hazırda bu dəqiqə sosial şəbəkədə də müasir həyat tələbatlarına uyğun olaraq həddindən artıq liberal tərbiyə yayılmağa başlayıb. Bu liberal tərbiyə nə deməkdir? Liberal tərbiyədə valideyn bütünlüklə kapital qoyur, necə deyirlər, sərmayə qoyur ki, uşağı qətiyyən inciməsin, uşağını mümkün qədər daha azad böyütsün, uşağının ehtiyacları ödənsin. Xüsusilə Sovet İttifaqında doğulmuş və müstəqillik dövrünə təsadüf eləmiş valideynlər ehtiyacın nə olduğunu bilirlər. Bu ehtiyac əslində yaxşı tərəfdən baxdıqda bizdə güc, qüvvə, Həzrət Əli əleyhissalam demişkən səhradakı ağac qüdrətini verib. Amma digər tərəfdən bizim o ehtiyaclarımız bizdə emosional aclıq yaradır və həmin emosional aclığı uşaqlarımızla ödəmək istəyirik. Yəni, mən görməmişəm, sən gör, mən yeməmişəm, sən ye. Bu da liberal tərbiyəni genişləndirməyə, böyütməyə apardı çıxartdı ki, indiki hazırda insanların israrla Z nəsli belədir, Z nəsli qulaq asmır, Z nəsli bu problemləri çıxardır deməyinin kökünü, problemin əsasını biz yaratmışıq. Biz yeməmişik, içməmişik və Məryəm üçün qa dedi, ət verdi, quv dedi, su verdi. Bu emosional ehtiyacımız, baxın, şuursuz valideynlik budur. Şuursuz valideyn öz ehtiyaclarına və öz gözləntilərinə uyğun hərəkət edir. Nə zamanəni nəbzini tuta bilmirik, nə uşağın emosional olaraq doğru şəkildə necə böyütməyin yolunu bilmirik. Yəni, əslində ən düzgünü bizim ehtiyaclarımıza görə yox, bizim inkişafımıza yönələn yolu seçməkdir. Çünki ehtiyaclar sonsuzdur. İnsan ümumiyyətlə ehtiyac yönümlü yetişdiriləndə o sonsuz bir varlığa çevrilir. Onun ehtiyacları heç vaxt bitməyəcək.
O şikayətlə heç vaxt təmin olunmayacaq və bu baxımdan həmin ehtiyacın inkişafa yönəldilməsi zamanı şuurlu valideyn öz emosional ehtiyaclarını və gözləntilərini kənara qoyur və fikirləşir, mən uşağım üçün nə etməliyəm? Mənim qarşımdakı ümumiyyətlə uşağın təbiəti, kobud şəkildə desək, bu varlığın, uşaq sözünü yığışdırıram öz lüğətində, bu varlığın materialı nədir? Bu varlığa qarşı, bu balaca varlığa qarşı birinci növbədə onun fitrətini, kobud şəkildə materialını bildikdən sonra evdə bir uşağa sərt ola bilərəm, bir uşağa yumuşaq ola bilərəm. Tez-tez sual verirlər. Evdə iki uşaq böyüyüb. Bəyəm bunlar ikisi də eyni travmanı almayıblar ki, biri bu cür reaksiya verir, biri bu cür reaksiya verir. Biri məsəl üçün həyatda uğurludur, biri digəri uğursuzdur. Baxın, elə əsas məsələ, əsas problem, əsas səhv də budur. Şuurlu valideyn avtomatik seçir. Mənim bu uşağım yumuşaqdır, bu uşağım sərtdir. Mənim bu uşağımın vedrəyə gücü çatar, mənim bu uşağımın çaynaya gücü çatar. Və tərbiyəni onun üzərindən qoyur. Şablon valideynlikdən çıxış verir. Ona görə valideynlərin ən çox şikayət elədiyi şeydir ki, ay bala, bunun ikisinə də mən tərbiyə vermişəm də, niyə biri belə böyüdü, biri belə böyüdü? Bəli, bəli. Ən böyük problem. Deməli, onu valideyn uşaq böyüməyə başlayanda artıq ayırd eləməyi bacarmalıdır ki, mənim uşağımın əslində gücü nəyə çatacaq? Bəli, bəli. Orada artıq şablon valideynlikdən çıxıram və mən seçirəm. Ümumiyyətlə qarşımdakının tələbatları necədir və bu tələbatları necə ödəməliyəm ki, mənim uşağım inkişaf eləsin, ehtiyacları qarşılanmasın, inkişaf eləsin. O bir video görmüşdüm. Deyirdilər ki, məsələn, sizin uşağınız riyaziyyatı əla oxuyur, Azərbaycan dilindən zəifdir. Siz hansına hazırlığa qoyarsınız uşağı? Valideyn avtomatik yönəlir ki, gedim Azərbaycan dilinə qoyum, uşağım gəlib özünü riyaziyyata çatdırsın. Orada təklif edirdi ki, əslində sən uşağı riyaziyyata qoymalısan ki, riyaziyyatını daha da genişləndirib özünü inkişaf elətdirsin. Bu yanaşma düzgündür, yoxsa biz uşağın zəif tərəfinə yönəlməliyik ki, sən oradan artıb gətir özünü? Baxın, bu məsələdə şuurlu valideynin ən böyük əlamətlərindən biri uşağın tələbatlarını və uşağın inkişaf bölümlərini seçə bilsin. Burada valideyn avtomatik olaraq öz gözləntisini dilə gətirir. Çünki 90-cı illərdə böyümüş valideyn uşağı aparıb Azərbaycan dilindən hazırlara qoyacaq. Çünki özü elə tərbiyə alıb, zəifliyi aradan götürmək uğrunda mübarizə aparmaq, necə deyirlər, diktəsi altında böyümüşük. Zəif ola bilməzsən. Zəif ola bilməzsən, mükəmməl olmalısan. Şuurlu valideyn isə bilir ki, heç vaxt 360 dərəcə yoxdur. Adam mükəmməl ola bilməz də. Adamdan onu tələb eləyə bilmərik ki, sən ideal ol. Bizim övladlarımızdan tələbatımız mükəmməllik yox, daha yaxşı bacarıqlara yiyələnmək olmalıdır. Və bunu necə eləyəcək? Şuurlu valideyn uşağı, yenə deyirəm, tərbiyəsini liberal şəkildə buraxmaq və onun tərbiyəsinə maraqlanmamaq, onun ehtiyaclarını ödəmək deyil. Məsələn, uşaq pis davranırsa, ona lazımi sərhədlər qoyulmalıdır. Uşaq emosional davranırsa, ona o emosiyalarını anlamaq və nə üçün elə davrandığını müəyyən etmək lazımdır. Uşaq sakit davranırsa və introvertdirsə, mümkün qədər ona daha çox yer açmaq lazımdır ki, o introvertliyini rahat şəkildə ekstravertliyə çevirə bilsin. Yəni, bunlar hamısı şuurlu valideynin uşağın təbiətinə uyğun aldığı tədbirlərdir. Ümumiyyətlə, uşağın o azadlığı ilə tərbiyəsizliyinin arasındakı xətti valideyn görməlidir. Şuurlu valideyn onu görəcək ki, bu mənim uşağımın elədiyi tərbiyəsizlikdir, yoxsa onun azadlığı çərçivəsindədir bu hərəkətləri. Onu necə ayırd eləməlidir valideyn? Son illər liberal tərbiyənin ciddi şəkildə yayılması ilə əlaqədar daha liberal tərbiyənin çox gözəl bir nüansı meydana çıxdı. Bu nüans nədən ibarət idi? Sizin uşaqlarınız sizin güzgülərinizdir. Uşaqlarınızı tərbiyə eləməyə çalışmayın. Özünüzü tərbiyə eləyin, uşaqlar düzələcək. Bu zaman evdə şəxsiyyət böyütmək istəyən valideyn potensialı özünə qoyur. Yəqin ki, əvvəlki verilişləri izləyənlər də bilirlər ki, biz davamlı olaraq özünü reallaşdıran insanlardan danışırıq. Valideyn özünü nə qədər reallaşdırırsa, valideyn öz üzərində nə qədər işləyirsə, öz psixoemosional problemlərini nə qədər çox həll edirsə, evdə böyüyən övladımız şəxsiyyətə çevrilir.
Baxın, bu mühüm məsələdir, çox mühüm məsələdir. İndi bəzən olur ki, insanlar psixoloji terapiyalara barmaq arası baxırlar, hər hansı bir fərdi inkişaf kitabı oxumaqlarına o qədər də bəyənmirlər və yaxud da ki, hansısa bir təhsil və ya digər məsələlərlə maraqlanmırlar. Baxın, əziz dostlar, biz mikrofon alsaq, biz bir avtomobil alsaq, biz onun təlimatlarıyla ciddi tanış oluruq. Biz hər bir nöqtəsindən oxuyuruq. Onu necə idarə eləmək üzərində bəzən günlərlə baş sındırırıq. Məsələn, bir təzə telefon alarıq. Neçə gün telefondan təzə olan əl çəkmirik. Onun bütün funksiyalarını çözməyə çalışırıq. Amma bunu övladlarımıza və ailəmizə gələndə tətbiq eləməkdən yayınırıq. Halbuki, nə qədər təlimatsızıq, o qədər naməlumluqdur və yadıq. Və yad olduğumuz bir texnologiyanı çözə bilmədiyimiz kimi insan ümumiyyətlə çözə bilməyəcəyik. Baxın, bu mühüm məsələdir. Orada artıq mən baxıram ki, nə etməliyəm? Mənim qarşımda nə var? Hansı təlimata uyğun hərəkət etməliyəm? Və bu təlimatlar, bu məsələdə mənim psixoemosional ehtiyaclarımı aradan aparır və aradan aparan zaman mən işdən evə gəlib uşağa öz gözləntimi proyeksiya eləmirəm. Mən uşağın gözləntilərinə də baxıram və iyerarxik idarə etmədə ki, valideyn iyerarxik idarə etmədə, o idarə etmədə təpədən aşağı baxmıram. Təpədən aşağı hər kəs balaca görünür. Mən sadəcə onunla bərabərləşirəm və iyerarxi idarə etmək kənara qoymadan böyük və kiçik məsələdir. Onun problemi və psixoemosional ehtiyacı ilə maraqlanır. Və bu zaman uşaq özünü şəxsiyyət hesab edir. Uşaq görür ki, onun fikri ilə maraqlanırlar. Uşaq görür ki, onunla bir insan kimi bir rolu, bir mövqeyi var. O artıq öz şəxsi fikrini səsləndirə bilir, öz seçimləri bilir. Və əgər biz 5 yaşında köynək seçə bilmiriksə, biz 15 yaşımızda da qərar verə bilməyəcəyik. Biz iş yerini seçə bilməyəcəyik, biz sənət seçə bilməyəcəyik, biz özümüzü reallaşdıra bilməyəcəyik. Və valideyn dünyada olmayanda biz valideynsiz yaşaya bilməyəcəyik. Burada belə bir məsələ var. Çox adam deyir ki, mənim sevgim hər şeyə bəsdir. Mən bu uşağa bol sevgi verirəm. Uşağın hər cəhətdən başa düşməyə çalışıram, yerdə qalanı qoyuram kənara. Bol sevgi verirəm, əsas uşağa verdiyim sevgidir. Bu məsələyə münasibət necə olmalıdır? Əsas, yəni şərt sevgi deyil də burada. Baxın, bir çox hallarda valideynin sevgisi həddindən artıq zəhərləyici bir mühitə çevrilə bilir. Psixologiyada buna hiperqəyyumluq adlandırırlar. Hiperqəyyumluq nə deməkdir? Hiperqəyyumluq həddindən artıq sevginin uşağa verilməsi və uşağın bu sevginin içərisində infantil şəkildə böyüməsidir. Məsəl üçün, uşaq o qədər ərköyün böyüyür ki, valideyn məsələn 10 yaşına kimi uşağa yeməyi özü yetizdirir. 30-cu illərdə Rus pedaqoq var idi. Uşaq tərbiyəsində əsas prioritet rollardan birini oynayan bir Rus pedaqoqdur. Adını hazırda unutmuşam. Onun çox gözəl bir cümləsi heç vaxt yadımdan çıxmır. Deyir ki, ayaqqabısını bağlaya bilməməklə başladı, həyatda yaşaya bilməməklə yekunlaşdı. Çox dəyərli sözdür. Deməli, biz uşaqlarımızı elə böyütməliyik ki, nəzərə almalıyıq ki, biz həmişə onların yanında ola bilməyəcəyik. Yəni biz indi uşağı özümüz böyüdürük, müəyyən yaşa qədər bağçaya gələndə müəlliminə bərk-bərk tapşırırıq ki, mənim uşağım belədir, mənim uşağım belədir. Məktəbə keçir, məktəb müəlliminə tapşırırıq. Universitetə keçəndə artıq uşağımıza nə əlimiz çatmır, nə heç bir müəllimə tapşıra bilmirik. Qalırıq arxasınca baxa-baxa ki, mən harda səhv elədim. Deməli, biz kökü yerindən əlbəttən qoymalıyıq ki, biz olmadığımız hər an o uşaq öz başının çarəsinə baxa bilsin. Valideyn qəyyumdan çox bələdçiyə çevrildikdə uşaq həyatın dilini tapa bilir. Yenə deyirəm, qayıdırıq yenə uşaq böyüdürəm, yoxsa şəxsiyyət yetişdirirəm. Bu halda mən məsələyə, məsələn, İmmanuel Kantın qəşəng bir cümləsi var. Deyir ki, mən uşağım özünü pis aparanda cəzalandırıramsa, dərhal cəzalandırıramsa və yaxşı bir iş görən kimi dərhal mükafatlandırıramsa, uşaq mütləq davranışını mükafat yönümlü seçəcək. Bilirsiniz bu nə deməkdir? Bu o deməkdir ki, uşağım hər zaman özünü yaxşı uşaq kimi, sözə baxan ki, uşaq kimi özünü göstərməyə çalışacaq ki, valideynin daim mükafatına, daim təsdiqinə layiq olsun. Və bu təsdiq sonra cəmiyyətə gedir, sonra dost mühitində asılı tərəfə çevrilir, idarə olunan tərəfə çevrilir, şirkətdə ən çox işlədilən işçiyə çevrilir. Sonra öz həyatında böyük işlərə imza atmır, heç vaxt xaricdə təhsil almaq cəsarətinə malik olmur, heç vaxt müstəqil həyata can atmır və burada bu göbək bağı uzanır və uzanır. Bu göbək bağı kəsilmirsə milyon kilometrlərdən ola bilər. Hətta Pekində belə olsa, mütləq Azərbaycana hər gün zəng edib məlumat verməyə ehtiyacı duyarsan. Ana, mən bu günləri sop yemişəm.
Bu uşaqların həyatda ciddi problemləri olur və bu ciddi problemlərdə ən böyük məsələlərdən biri odur ki, valideyn doğrudan da sevib, çox sevib. Amma bu sevgi o qədər çoxdur ki, bu böyük palıd ağacının pöhrəni öz qanadının altına alıb qoruması kimidir. O pöhrə nə günəş görməyib, nə külək görməyib, nə tufan görməyib. O pöhrə heç o böyük palıd ağacı kimi olmayacaq. Bəs biz burada cəzadan danışdıq. Uşaqlara mükafat vermək, uşaqlara cəzalandırmaq. Bu məsələni də biraz xırdalayaq. Cəza vermək necə olmalıdır, mükafatlandırmaq necə olmalıdır, qadağa qoymaq necə olmalıdır? Ümumiyyətlə, mükafatla cəzanın arasında qurulan tərbiyə çox riskli tərbiyədir, çox qorxulu bir tərbiyədir. Burada məsələn, tamamilə cəza sistemində böyüyən uşaqlar üçün norma cəza olur. Norma cəza olur, həyat norması cəza olur. Onlar həyatda kimlərsə vurmaqla, dağıtmaqla, cəzalandırmaqla gedib nələrəsə çatacağını və əldə edəcəyini inanırlar. Bu cür tərbiyənin, necə deyərlər, biz meyvələrini Stalində, Hitlerdə bütün dünya olaraq yemişik. Dərmişik, yemişik, yəni bu bizi çox feyziyab edib. Və mükafat yönümündə böyüdülən uşaqlarda, cəza yönümlü böyüdülən uşaqlardan heç də geridə qalmırlar. Bu uşaqlar isə sevginin və həyatın satın alına biləcəyini inanırlar. Məsələn, dostluqdur, o mütləq inanır ki, mənim dostluqla mənim aramda nə isə böyük bir alver olmalıdır ki, mən ona bir karandaşımı verməliyəm, bir dəftərimi verməliyəm, ya mən heç nə olmasa da mən vaxtımı qurban verməliyəm. Çünki o hər zaman nə isə verib mükafatlanır, o nə isə eləyib mükafatlanır. Və bunların arasındakı o incə xətti tutan valideyn, şuurlu valideyn. Uşaq yox, şəxsiyyət yetişdirmək niyyəti ilə yola çıxanda artıq seçimini eləyir. Mən necə bir mükafat və necə bir cəza sistemi yaratmalıyam ki, mükafat rüşvətə, cəza edama çevrilməsin.